Bizim burada məcunlarımız var. Doktor, bu məcunları siz təqdim eləyin izləyicilərimizə, çünki şifahi məlumat Məcunlarımızdan biri təzədir. Üzdə olan ləkələri götürmək üçün, bədəndə olan yaraları, üzdə olan yaraları sağaltmaq üçün qırışları götürür, dərini ağardır. Başqa bir məlhəmimiz bizim sədəf xəstəliyi üçündür. Yəni, pullu dəmrub kəpəyi təmizləyir, qaşınmalardan qaldırır, yaranı sağaldır. Başqa bir məlhəmimiz bizim miqren ağrıları üçündür. Ağrı başlayanda alın boyun nahiyəsinə çəkilir, masaj olunur və ağrıları götürür. Digər məlhəmimiz də arı südü kremidir. O da üzdə olan, yəni tanıyırsınız artıq, ləkələri götürür, qırışları təmizləyir, üzdə olan sızaqları təmizləyir və dərini gözəlləşdirir. Başqa bir məlhəm haqqında da məlumat vermişdim ki, bu oynaq ağrılarında, sinir ağrılarında, əzələ ağrılarında çox gözəl effekt verir. Yəni, bu məlhəmimiz artıq yenidir. Bir məlhəm haqqında da Samir bəy məsləhət vermişdi. Bu bizim məcunumuzdur. Qaraciyər təmizləyir, qanın faizini artırır, prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, cinsi gücü artırır, immuniteti qaldırır. Tamam. Məlhəmlərimiz haqqında məlumat verdim. Deməli, burada təqdim elədiyimiz məcunlar, məlhəmlər heç birisi dərman vasitələri deyil. Əziz tamaşaçılarımız hamısı təbii üsullarla hazırlanan məcunlardır.